19 yaşında qadın tərəfindən döyüldü, o qadını qətlə yetirdi və qaçdı Moskvadan. Bu cinayəti kim bağladı? İndi Putin niyə bu cinayəti açdı? Putin dedi, mənə İlhamın cinayətləri. Sırası Rusiya institutları qərar verdi. Ən dəhşətli İlham Əliyevin ilk qətl hadisəsini ortaya qoyaq ki, yəni İlham Əliyev dərk eləsin. 19 yaşında törətdiyi qətl hadisəsinin bütün təfərrüatları, subutları əlimizdədirsə, o cinayətçini belə qaldıra biliriksə, sizi buna görə beynəlxalq axtarışa verə biləriksə, sən İlham Əliyev ağıllı olmalısan. İt sahibinə hürüməməlidir. İt sahibinə sadiq qalmalı. Faktlar, İlham Əliyev 1977-ci ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutuna daxil oldu. İnstitut 4 illikdir. Niyə görə İlham Əliyev 79-cu ildə 2-ci kursda Moskva Beynəlxalq Universitetindən Kiyev Beynəlxalq Universitetinə qaçdı, ora perevod oldu. Niyə? Niyə 81-ci ildə gəldi qayıtdı Moskvaya, 82-ci ildə atası Moskvaya vəzifəyə təyin olunan kimi gəldi, diplomunu aldı. Niyə görə? Açın, Wikipediyada da var. Moskva Beynəlxalq Münasibətlərdə oxuyan adam niyə 2-ci kursda getsin Kiyevə, təzədən 3-cü kursun sonunda gəlsin Moskvaya? Niyə? Maraqlı detallar var. 1979-cu ildə nə baş verdi? İlham Əliyev niyə Moskvadakı ən önəmli, bir nömrəli Beynəlxalq Münasibətlər İnstitutunu qoyub qaçdı və Kiyevə perevod oldu. Kiyevin Ukraynanın Beynəlxalq Münasibətlər İnstitutuna daxil oldu. Səbəb belədir. İlham Əliyev 1979-cu ildə institutda oxuduğu qrup yoldaşları ilə veçerka, gecə keçirirmişlər. Həmin gecə əylənirmişlər. Həmin veçerka keçirilən ev hansısa bir tələbə yoldaşının evində idi, yəni ailəsinin evində idi, 4-cü mərtəbədə idi. 4-cü mərtəbədə aynalar açmışdılar, sigaret çəkənlər var idi, içki içənlər var idi, tans oynayanlar var idi. Və belə vaxtda İlham Əliyevin içkidən içir, İlham Əliyev içir. İlham Əliyev bir qızı öpmək istəyir. Həmin vaxt İlham Əliyevin 19 yaşı tamam olub 21-ə keçirdi. 20-yə keçirdi. 19 tamam olmaq üzrə idi. İlham Əliyev 21 yaşında qızı öpmək istəyir. Qucaqlamaq istəyir. Sormaq istəyir. Amma qız deyir, nişanlıyam. Sevgilim var, olmaz. Və İlham Əliyev deyir, atam deyir, birinci katibdir Azərbaycanda. Bilmir, sənsən, mən nə istəsəm onu eləməliyəm. Qızı cumur, qızı hamıda qıraqda oturub solda, İlham qızı qucaqlamaq istəyir. Qızı özünə çəkir. Qız İlhamı şilləliyir belə, şilləliyir İlham Əliyevi. Şilləliyəndə, mənim atam məni qurtarar, mənim atam məni qurtarar deyib, qızı 4-cü mərtəbədən atır yerə. Rəhmətələrim, istintaq başlayır. Təcili polislər gəlir, istintaq başlayır. Və oradakılar izahat yazırlar. İzahat yazırlar, dəyərli həmvətənlərim. Oradakıların hamısının gözü qarşısında hamısı izahat yazır ki, İlham Əliyev qıza təcavüz elədi, təcavüz eləmək istəyirdi, yəni öpmək, müəyyən şeylər istəyirdi və qızı İlham Əliyev tulladı aynadan çölə. Qız özünü qorumağa çalışdı və qızı İlham Əliyev tulladı 4-cü mərtəbədən çölə. Dərhal Azərbaycan Respublikası Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev bundan xəbər tutur. Dərhal Heydər Əliyev xəbər tutan kimi İlham Əliyevi qaçırdılar Ukraynaya. Birbaşa sənədlərini qoltuğuna verirlər, yallah Ukraynaya, adamlar aparır, qaçırdır Ukraynaya. Ukraynanın Kiyevə Beynəlxalq Münasibətlər İnstitutuna. Perevod sənədləri dalından gələcək. Sırası Heydər Əliyev Moskvaya səfər edir Bakıdan. Yevgeni Primakov, SSR siyasi büro üzvü Yevgeni Primakovu əncəliyir, onunla görüş təyin edir, gedir görüşməyə. Deyir ki, cinayət işini bağlamağa kömək elə. Yevgeni Primakov 2 il ərzində 79, 80, 81-ci ilə qədər deməli, həmən bu danışanlar, ifadə verənlər, ərizə yazanlar, izahat yazanlar, bunların hamısını susturur, yəni yola verir və cinayət İlham Əliyev tərəfindən yox, qız içkili olub, 21 yaşlı qız içkili olub, özünü aynadan atıbmış kimi belə sənədləşdirirlər, cinayət işini bağlayırlar. 1982-ci ildə Heydər Əliyev SSR Nazirlər Kabinetinin sədrinin birinci mavini vəzifəsinə təyin olunur və oğlu İlham Əliyevi çağırır yanına və Moskva Beynəlxalq Münasibətlər İnstitutunun diplomunu təqdim eləyir. Nişanlı qızı öpmək istəyən İlham Əliyev, qız özünü atır. Qız İlham Əliyevi şillələyib, İlham Əliyev pisikib, qızarıb, qızı aynadan atıbdır. İndi ən əsas məsələ burada odur ki, Əliyev niyə yumuşaldı Rusiyaya tərəf? İlham Əliyev neçə vaxt Rusiya çağırır? İl yarımdır, bir il yarımdır İlham Əliyev niyə Rusiyaya getmir? Artıq il yarımı keçib 2 ilə yaxındır. Niyə getmir? Dəyərli həmvətənlərim, həmin cinayət işini yenidən qaldırdılar. Həmin İlham Əliyevlə oxuyanlar var idi, onların yanında atmışdı qızı. Onlar təzdən izahat yazıldı. Prokuratura, FSB, Rusiyada. Həmən məlumatı da İlhamı ötürüblər, izahat yazıldı, cinayət qaldırıldı. Putin deyib ki, İlham Əliyev gəlib izahatını verməsə, məhkəməyə gəlməsə, beynəlxalq axtarışa veriləcək İlham Əliyev. Ona görə İlham Əliyev Türkiyəyə getdi. Antalya toplantısı İlham Əliyev üçün göydən düşmək oldu. Getdi ora, Şahbaz Şəriflə görüşdü. Dünyanın NATO ölkəsi, baxına, NATO ölkəsi, 10 ölkədən biri. Dedi ki, mən Putinlə danışmışam, səni həbs eləməyəcək, incitməyəcək, get. Erdoğandan yalvardı. Erdoğan dedi ki, mən Putinə demişəm, səni tutmayacaq, mənim şərikimsən.
Sən hara tutulursan? 19 yaşında İlham Əliyevin qətl hadisəsi cinayət işi açılıbdır. Bu İlham Əliyevi daha çox dizi üstə qoymaq üçün bir vasitədir.